Allah iman gətirənləri birlik və bərabərlik içində qardaş kimi yaşayacaqları təqdirdə bolluq və bərəkətə, sülh və əmin-amanlığa qovuşduracağını, əks təqdirdə qorxu, acı və ızdırab yaşayacağını Quranın bir neçə ayəsində bildirir. Hazırda dünyada pərən-pərən düşmüş müsəlmanların zülmə məruz qalmalarının və sıxıntı çəkmələrinin səbəbi Quranın rəhbərliyi ilə bizə aydın olur. Allahın izni ilə yaxın gələcəkdəki müqəddəs dövrdə iman gətirənlərin bəsirətləri açılacaq və birləşməyin nə qədər vacib və əhəmiyyətli olduğu bilinəcək. Uca Rəbbimiz müsəlmanların parçalanmasını haram buyurub və Quranda müsəlmanlara xitab edərkən yalnız bir topluluğa xitab edir. Ənbiya surəsinin 92-ci və 93-cü ayələrindən də bunu görürük. Şeytandan Allaha sığınıram. Həqiqətən bu vahid bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə mənə ibadət edin. Lakin onlar özlərinə məxsus dini öz aralarında parçalayıb dəstələrə ayrıldılar. Onların hamısı bizim huzurumuza qayıdacaqlar. Allahın bu əmrinə məhəl qoymamaq isə sıxıntılara yol açır. Bu istiqamətdə danışıqlar aparıb birləşmək üçün cəhd etməsək, Allah qurtuluş nəsib etməz. Uca Rəbbimiz yalnız onun əmrinə tabe olaraq qardaş olduğumuz təqdirdə güc və bərəkət verər. Hər fürsətdə iman gətirənlərin gücünü zədələməyə çalışan şeytanın tələsinə düşməmək üçün çox diqqətli olmalıyıq. Allah müsəlmanları birləşməyi əmr etdiyi başqa bir ayədə belə buyurur. Şeytan Allaha sığınıram. Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın. Ənfal surəsinin 46-cı ayəsində isə şeytan Allaha sığınıram. Allaha və onun elçisinə itaat edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyirsiniz deyə bildirir. Müsəlmanların qardaşlıq edərək bir-birlərinə sahib çıxmaları əvəzinə olduqca mənasız mübahisələrin içində boğulmaları, bir-birləri ilə amansızca döyüşmələri, hətta daha betəri öz qardaşına silah çəkmələri İslam aləmini əhatə edən ən böyük bəladır. Bu bəladan xilas olmağın yolu çox açıqdır. Allah bölünməyə qarşı birləşin deyə əmr edir. Müsəlman Allahın bu əmrinə çox ciddi yanaşar, Allahın bəyəndiyi əxlaqın, sevgi, mərhəmət və ədalət ruhunun nəticəsi olaraq bir müsəlmanın vicdanı ayrılığı əsla qəbul etməz. Müsəlmanların qardaş kimi yaşayıb hər hadisədə birgə hərəkət etmələri çox təbiidir. Ən əsası isə Qurana uyğun olan, edilməsi labüd olan da budur. Birlik və bərabərlikdə gözəllik olduğu üçün Allah iman gətirənlərə bunu əmr edir. Müsəlmanlar bir ailənin fərdləri kimidir. Güclü sevgi və mərhəmət hakim olduğu bu ailədə edilən hər səhvlərə şəfqətlə yanaşıb, o səhvi üzə vurmadan ən gözəl tərzdə düzəltməyə çalışmaq çox gözəl davranışdır. Allahın bizdən istədiyi əxlaq budur.